Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sarayda bu ev, şəxsi ev, özləri üçün tikilmiş ev çıxdı satışa. Ünvan harada yerləşir? Saray qəsəbəsində bu MTK var binalar, altında da Araz var. Elə düz ona yaxın bir məsafədədir. Yolu da asfaltdır, qapısının ağzına qədər asfaltdır. Sumqayıt marşrutda düz qapının ağzından keçir. 3 sotun içərisində fərdi yaşayış, yəni bu evi alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiniz bir evdir. Kanalizasiyasındakı mütləq mərkəzi kanalizasiyadır. Sayğacları, qaz, su, işıq hamısı var. Bir sözlə şəxsi özləri üçün tikilmiş evdir. Zəhmət olmasa bir dənə ümumi həyəti göstərək. Bax, belə bir həyət bacası var. Bu da bizim evimizdir, bax. Görürsünüz necə? Çox səliqə-səhmanla yüksək keyfiyyətlə tikilib. Bunların hamısını gəlib yerində baxa bilərsiniz. Jalüz qapıdır, kaletkası da var. Həyətdə də bir dənə ayaq yolu tikilib. Su qrantı da var. Bu da hasarın qırağında bax belə ağaclardır. Ağaclar əsmək üçün xüsusi yer ayrılıb. Deməli, gəlin zəhmət olmasa bura. Bax, burada da evimizin ara məsafəsi var, görürsünüz. Ara məsafəsi var. Çox geniş, böyük bir məsafədir. Bütün otaqların havalandırma sistemi var. Pəncərələrimiz kareçik pəncərədir. Bu açıqdır bura. Bax, adi buradan padvalını göstərirəm. Bir dənə baxın. Qupquru ərazidir, qoşa daşla da yüksək keyfiyyətən tikilib almaturları, neçəlik almaturdur? 16-lıq almaturlandır, polun da altında stiklavatı var. Fundamentli kəmərli evdir. Şəxsi özləri üçün tikilib. Burada nə var, hamısı yüksək keyfiyyətlə tikilib. Gəlin deyir, evdə nə var, nə yox. Deməli, bir də deyirəm, Saray qəsəbəsində MTK var, Saray MTK, altında da Araz Market. Həmən o Araz Marketə yaxın bir ərazidə yerləşir. Jasmin Park da bura yaxındır. Sumqayıda yaxın bir ərazidir. Sumqayıda yaxın ev istəyən müştərilərə deyirəm ki, bax, bu sizə uyğun bir evdir. 105 min manata satışa çıxarılır. Qiymətindən narahat olmayın, ev sahibi özü endirim eləyəcək. Gəlin zəhmət olmasa. Burada nədir? Bu da kombinə bütün minutqan yeri. Baxın, İmerqaz kombimiz var. Əlavə bir dənə də bütün minutqa qoyulub. Bax, bu da belə. Görək, neçə daş kürsüdür? 1, 2, 3, 5. Neçə daş kürsüdür? 8 daş kürsülüdür. Evimiz 8 daş kürsülüdür. Buradan daxil oluruq evimizin içərisinə. Gəlin zəhmət olmasa. Bax, evə girən kimi belə böyük bir koridordur. Bir dənə zəhmət olmasa diqqətlə bura baxın. Görün nə boyda koridordur. 3 otaqlı ev deyildi. Bu bəlkə də bu kvadratına görə 4 otaq, 5 otaqlı evdir. Sadəcə böyük geniş otaqlardır. 3 otaqlı olsa geniş otaqdır. Seksiya radiatorları var. Otaqlarımızın bütün pulsatorlarını buradan ayırıblar. Bütün avadanlıqlar, hamısı bahalı avadanlıqlardan istifadə olunub. Gəlin zəhmət olmasa bura qonaq otağıdır. Neçədir bura görəsən? Hə, çox böyük otaqdır. Həddindən artıq geniş otaqdır. Baxın. Aboyları kətan aboylardır. Polu taxta şam ağacındandır. Təp-təzə evdir. Yəni bu evdə ancaq qiyməti razılaşın, bu evi mütləq götürün. Qapıları bir dənə zəhmət olmasa buradan durun, qapını bir dənə zəhmət olmasa belə bir də ümumi götürək. Qapıya baxın. Yəni bunu bilirsiniz, taxta qapılardır, bahalı qapıdır bunlar. Qiymətin gəlib endirim ev sahibinin özündən endirim elətdirərsiniz. 105 min manata hal-hazırda satışa çıxarıldı. Qonaq otağından sonra gəlirik mətbəxə. Burada mətbəximizdir, baxın. Mətbəx mebeli çox bahalı mətbəx mebelidir, aspiratordur, qaz peçidir. Yəqin xaliniyəki götürərsiniz. Öz əşyalarını götürəcəklər, kuxuna mebeldir, kombi, radiatordur, bunlar qalacaq. İstəsiz deyir, qiymətlər razılaşsın, onları saxlaya edə bilərik. Mətbəxin böyüklüyünü görürsünüz də genişliyin. Böyük kvadratlı bir mətbəxdir. Qonaq otağını göstərdim, mətbəxi göstərdim. Davam eləyək. Bax, sanitar qovşağına bir dənə zəhmət olmasa baxın. İçərdən yanır. Bax, bir dənə zəhmət olmasa göstərək, bax. Görün, nə qədər böyük kvadratdır, baxın, bax. Əlavə kabinada qoyulub, boy dadırıdır, ondan sonra unitazıdır, hər şey qaydasında, tavanı da asma tavandır, istipol bir yeri. Yeri də istipoldur. Burada da şülqa qoyulub. Həqiqətən çox yüksək keyfiyyətlə təmir olunmuş bir evdir. Bunlara baxa bilərik də. Birinci bu otağa baxaq. Bax, burada belə bir otaqdır. Böyük, geniş otaqdır. Görürsünüz. Burada elə heç nə yığılmayıb. Amma bu bursu otaq, bu bursu yataq otaq, böyük otaqdır. Bax, bura bir dənə diqqətlə fikir verin. Bu yataq otağıdır. Görün, nə böyük kvadratlı yataq otağıdır. Çox yüksək keyfiyyətli, bahalı aboyları var, qapıları, pəncərələri. Hamısı keyfiyyətlidir. Burada zəif bir materialdan istifadə olunmur. Bu da bir yataq otağı. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində, Saray MTK-nın yanında
Saray MTK-nın yanında. 3 sotun içində 3 otaqlı ev, jalüz qapı kaletkası da yanında. Bu avadanlıqla, bu bütün bax bu gördüyünüz demək kuxuna mebeldir, kombisidir, radiatordur. Yəni yaşayışa nə lazımsa hamısı bu evin içərisində var. Bu da qalacaq da evin içərisində. Bax bu şkafda sırf bu ev üçün nəzərdə tutulub, ona görə bu evin içərisində qalacaq. Fərdi yaşayış 3 sotun içində 3 otaqlı ev, 100 neçə kvadratdır? 130 kvadratlıq evdir. 105 min manata satışa çıxarılıb, qiymətindən narahat olmayın, ev sahibi özü endirim eləyəcək. Allah alanı da satanı da xeyir versin, sağ olun.